Salam əziz dokuzlar, xoş gördük hər birinizi. MHM sınaq toplusu 99 sınaq 9-cu siniflər üçün. Mövzu sınağı 10. İzahı təqdim edirəm sizə, diqqətli olun. Başlayaq birinci sualımızla. Bismillah. 1. Birinci sualda deyir ki, 3 üstü 80, 3 üstü 82. Cəminin 10%-ni tapın. Uşaqlar, bu cəmin 10%-i necə tapılır? Bunu vurursan 10'a, bölürsən 100'ə. Belə tapılmır. Yuxarıda ortaq vuruq kimi 3 üstü 80'i çıxarsam, bunun yerində 1 qalacaq, bunun yerində 3 üstü 2. Bu 10'la da 100 ixtisar gedəcək. Burada qalacaq 10. Buradan 3 üstü 80 vurulsun, 10 eləyir də mötərəzənsi, düzdürmü? Onlar gedir, cavab olur 3 üstünə 80. E variantı. İkinci sualımız. Düz xətt üzərində qeyd olunmuş 10 nöqtənin əmələ gətirdiyi parçaların sayı şüaların sayından neçə vahid çoxdur? Parçaların sayı n vurulsun, n-1 bölünsün, 2 düsturu ilə tapılır. 10 vurulsun, 10-1 bölünsün, 2. Bu da olur uşaqlar 45. Şüaların sayı 2n ilə tapılır. O da 2 vurulsun 10 olur 20. Neçə vahid çoxdur dediyinə görə 45'dən 20 çıxanda nə qalır? 25. Üçüncü sualımız bu A oldu. A üstü 2 üstə gələk 9 ifadəsinin ən kiçik qiymətini tapın. Uşaqlar, bu kvadratın ən kiçik qiyməti 0'dır. Çünki burada A-nın yerinə elə bir şey qoya bilmərsən ki, mənfi çıxardasan. Çünki kvadratdır. Ən kiçik 0'dır. Üstünə 9 gələndə cavab eləyəcəyinə 9. Ən kiçik qiymət olacaq 9. B variantı. Növbəti sualımız 4-cü sual uşaqlar. 4-cü sualda deyir ki, 2 tam 3'də 1 kiçikdir modulda A, o da kiçikdir 7 tam 4'də 3. Bərabərsizliyində A-nın ən böyük və ən kiçik tam qiymətləri hansını tapın. Uşaqlar, ən böyük tam qiyməti 7-dir, görükür. Ən kiçik tam qiymətini tapanda uşaqlar bura baxır. Deyir ki, 3-dür. Xeyr. Axı, moduldan söhbət gedir. Ən kiçik tam qiyməti də elə -7-dir. Aydındır. Çünki modulu müsbət 7 eləyəcək. Hasilini deyir tapın. Bu da eləyəcək -49. D variantı. Yəni, diqqətli olmaq lazımdır. 5-ci sual. 5-ci sualda deyir ki, 83 dərəcə 17 dəqiqə 38 saniyə bucağına qonşu olan bucağı tapın. Qonşu bucaqların cəmi 180 olduğuna görə mən 180-dən çıxmalıyam. 83 dərəcə 17 dəqiqə 38 saniyə. Yaxşı. İndi bunu çıxmaq üçün bu 180 dərəcənin əvəzinə 179 dərəcə yazıram. 1 dərəcəmiz 60 dəqiqədir. 60 dəqiqə axı saniyədə lazımdır mənə. Ona görə 60 dəqiqənin birini götürürəm. Bura 59 dəqiqə yazıram. O birini götürdüyüm dəqiqənin əvəzində də 60 saniyə yazıram. Və çıxılsın 83 dərəcə 17 dəqiqə 38 saniyə. Əgər əvvəldə baxmısansa buna uyğun ətraflı izah vermişəm. Bunu çıxanda qalır 22 saniyə. Bunu çıxanda qalır 42 dəqiqə. Bunu da çıxanda qalır 96 dərəcə. 96 dərəcə 42 dəqiqə 22 saniyə. Cavab olur E variantı. 6-cı sualımız uşaqlar. 6-cı sualda deyir ki, bərabər tərəfli üçbucağın tənböləni 5/3 olarsa bu üçbucağın perimetrini tapın. Bərabər tərəfli üçbucağın uşaqlar tənböləni 5/3-dürsə, deməli o tənbölən həm median, həm tənbölən, həm hündürlükdür. Baxın, bax bu 5/3'dür. Uşaqlar, bura 60 dərəcədir, bura 90'dır, bura 30 dərəcədir. Onda 30'un qarşısındakı bunu kökdə 3'ə böləndə alınırmış. 5 imiş, onda bu da 5'dir. Tərəfimiz onda 10'dur. Perimetrini tapanda da 3 vurulsun 10 bərabər olacaq 30'a. Aha. Belə. Növbəti sualımız, o bildikdə cavab nə oldu? 30 oldu A variantı burada. Aha.
Növbəti sualımıza baxaq deməli. 7-ci sual uşaqlar. 144 bölünsün 64. Tam hissəsi ilə kəsr hissəsinin hasilini tapın. Əvvəla bunu 8-ə ixtisar eləyərəm. 8-ə böləndə burada qalır bir dəfə. 1 8-ün 8 bu da eləyir 64 8-ə böləndə 8 18. Bir dənə də 2-yə ixtisar eləyərəm. Bu olar 4-də 9. 4-də 9 da 2 tam %25 deməkdir. Tam hissəsi 2-dir, kəsr hissəsi 0 tam %25. Bizə də deyir ki, tam hissəsi ilə kəsr hissəsinin hasilini tapın. Bunları bir-birinə vuranda eləyir 0,5 B variantı. Növbəti sualımız 8-ci sual. A minus 3-ün kvadratı B minus 4-ün üssü 2 plus 11 ifadəsinin ən kiçik qiymətini tapın. Uşaqlar, bu kvadratdan mənfi ədəd çıxası deyil. Ona görə də A-ya 3, B-yə də 4 deyib, bunları 0 eləmək olar və ən kiçik qiymət nə olar? 11. Cavab olar A variantı. 9-cu sualımız. Bərabər yanlı 3 bucaqda oturacağa bitişik bucaq 30 dərəcədir. Deməli, bərabər yanlı 3 bucaqda oturacağa bitişik bucaq 30 dərəcədirsə, təbii ki, burada 30 dərəcədir. Bu neçə eləyir? 60. Onda təpə bucağı 120 dərəcədir öz yerində. Və oturacaq 6-dır. Uşaqlar, oturacaq 6-dır. Perimetrini soruşur. Mən buradan bir hündürlük çəkirəm. Hündürlük çəkən kimi 30 bunu yarı bölür də 3 30 dərəcəli bucağın qarşısındakı katetdə bu 3-ün yarısıdır. Onda bu 1/5 olur. 60-ın qarşısındakı isə daha doğrusu bircə dəqiqə. Bu 60-ın qarşısındakı deyil. Bura 60 olur axı. Düzdür. 60-ın qarşısındakı üstdürsə, deməli 30-un qarşısındakı kökdə 3-dür. Çünki 30-un qarşısındakını kökdə 3-ə vuranda bu 60-ın qarşısındakını alırlar. Onda hipotenuz 2 kökdə 3-dür. Burada 2 kökdə 3-dür onda. Deməli yan tərəflər 2 kökdə 3 plus 2 kökdə 3, oturacaq da 6. Onda perimetr nəyə bərabər olur? 4 kökdə 3 plus 6. C variantına. 10-cu sualımız. Çevrənin radiusunu 80% artırsaq, çevrənin uzunluğu necə dəyişər? Uşaqlar, çevrənin uzunluğu C bərabərdir 2pi r ilə tapılır. Bunun radiusunu 80% artıranda 1/8 r olur. Düzdür. Onda təzə C bərabər olur 2pi r-in əvəzinə 1/8 r yazıram. 1/8-i qarşıya çıxaranda 2pi r. Baxıram ki, bayaq bunun əmsalı 1 idi, 100% idi. İndi bunun əmsalı 1/8-dir, deməli 180%-dir. 180% isə deməli 80% nə edəcək? Artacaq. O da olur nə variantı? A variantı. Növbəti sualımız 11-ci sual uşaqlar. 11-ci sualda deyir ki, kəsri ixtisar edin, qeyri-adi bir şey deyil. Surətdən ortaq vuruq kimi 4-ü çıxarsam, qalacaq x kvadratı minus 16. Məxrəcdən də 14-ü çıxarsam, qalacaq x plus 4. Yuxarıda kvadratlar fərqini yəqin ki görürük. X minus 4, x plus 4. Məxrəcdə də 14 vurulsun, x plus 4. Buradan x plus 4-lər gedəndən sonra 4x minus 16 bölünsün 14. 2-yə də ixtisar eləyərdim bunu gərək. 2-yə də bunu ixtisar eləsəm, burada 2 qalır, burada 7 qalır. Məxrəcdə olur 7, surətdə olur 2 vurulsun x minus 4. Olur C variantı. 12-ci sualımız. Bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 2 kökdə 3-dür. Bizə deyir ki, bu üçbucağın perimetrini tapın. Bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 2 kökdə 3-dürsə, fikir verin. Sağ ol. Bərabər tərəfli üçbucaqdır bu. Bunun daxilinə çəkilmiş çevrənin radiusu. Uşaqlar, buradan bir hündürlük endirəndə bunun daxilinə və xaricinə çəkilmiş çevrənin mərkəzləri üst-üstə düşür. Buradadır. Bax, bu 2 kökdə 3-dür. Bu
mərkəz, həm də bu üçbucağın medianlarının kəsişmə nöqtəsidir. Ona görə təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. 2 bölək 1 nisbətində bölünür və bir paya düşən hissə 2 kökdə 3-dür. Aydındır, baba, bura lap yazıram. A, B, C, burada O yazıram, bura M yazıram. Və OM bərabərdir 2 kökdə 3-ə. Uşaqlar, OB bundan 2 dəfə çox olur. Çünki 2 paya düşən hissədir. Ona görə 2 vurulsun 2 kökdə 3 olur 4 kökdə 3. Deməli, bunun medianı, yaxud da hündürlüyü BM bərabərdir 6 kökdə 3 olur. BM 6 kökdə 3-dürsə, BM 6 kökdə 3-dürsə, bax bu 60-ın qarşısındakı da 6 kökdə 3. Onda 30-un qarşısındakı 6 imiş deməli. Onda bu hissə də 6-dır. Deməli, bunun tərəfi 12-dir. Tərəfi 12-dir. Bizdən nə istəyirdi burada? Perimetrin. Perimetrini tapanda 12 vurulsun 3 olacaq 36. E variantı. 13-cü sualımız. Banu bir pizzanı 8 dilimə bölüb 3-ünü yeyərsə, yoxsa eyni pizzanı 9 dilimə bölüb 4-ünü yeyərsə daha çox yeyər. Deməli, 8 yerə bölüb 3-ünü yeyir, 9 yerə bölüb 4-ünü yeyir. Aydındır. Aralarındakı fərq eyni olan kəsirlərdən, düzgün kəsirlərdən, sürət və məxrəci böyük olan kəsir böyük olur. Deməli, 8-də 3, 9-da 4-dən kiçikdir. Çarpaz vurma ilə də yoxlaya bilərsən bunu. Deməli, hansında daha çox yemiş olar? 9-da 4-ün yeyəndə cavab olur A variantı. 14-cü sualımız. Rəngli hissəni deyir, tapın. Mən rəngli hissəyə baxıram. Baxan kimi görürəm ki, nə görürəm? Belə biraz çətin olacaq, amma variantdan gəlin çıxardaq. M-lə N-in birləşməsi, M-lə N-in birləşməsi, onun K-ya fərqi. Xeyr, M-lə N-in birləşməsinin K-ya fərqinin içində M də var. M-lə N-in kəsişməsi, M-lə N-in kəsişməsi ümumiyyətlə boş çoxluqda yoxdur. K-la N-in birləşməsi, K-la N-in birləşməsi, aha, fərq M, xeyr, heç əlaqəsi yoxdur. K-la M-in kəsişməsi, K-la M-in kəsişməsi, qətiyyən, K-la M-in kəsişməsi, M-in, K-la M-in kəsişməsi, o da boş çoxluqdur. M-lə N-in kəsişməsi, M-lə N-in kəsişməsi, K-la M-in kəsişməsi, o da boş çoxluqdur. M-lə K-nın birləşməsi, M-lə K-nın birləşməsi, fərq N. Heç bir uyğun gəlmədi ki, bu nətər oldu. Gəl baxaq, gəl şəkli çəkək, özümüz çəkək, özümüz. Allah özümüzə bərəkət versin. Aha. Qoy bunları fərqli rəngli çəkim ki. Sonra nə var uşaqlar burada? Bu var. Bu var. Bir dənə də bunun içində bu var. Və bizdən istədiyi yer buradır. Yaxşı, bura. Düz işarələdim. Bəli. Deməli, bu M-dir. Bu N-dir. Qoy elə qırmızı yenə yazaq bunu. Ortadakı da K-dır. Elə başa düşdüm ki, bu K-dır. Bir variantla gedirəm. M-lə N-in birləşməsi. M-lə N-in birləşməsi. M budur. N də budur. Birləşməsi budur. Aydındır. Fərq K-ya. K-ya fərq tapanda bu da qalır içində. Həmçinin bu qıraqlarda qalır içində. Ona görə A variantı deyil. Yəqin ki, razısan sən də. M-lə N-in kəsişməsi fərq K. M-lə N-in kəsişməsi yoxdur. Çünki M buradadır, N buradadır. Kəsişmə boş çoxluqdur. Onda boş çoxluğun K-ya fərqi boş çoxluq olacaq. Ora olmayacaq. K-la N-in birləşməsi. K bir də N. Birləşməsi eləyir elə bütöv N. Bütöv N. Bunun M-ə fərqi
M fərqi. Bunun M fərqi ilə bunun hamısıdır da yenə də M kənarda olan bir şeydir. Ya şəkli düz verməyib. Hələ ki gedirik. K ilə N-in birləşməsi M fərqi bu da olmalı. K ilə M-in kəsişməsi. Bax. M burada. K da burada. Bu kəsişmənin elementi var, xeyr, boşluqlu. Bu da deyil. M birləşmə K, M birləşmə K, M birləşmə K, fərq N. N-ə fərqi. N-ə fərqi təkcə bura deyil, axı qardaş. Bunun N-ə fərqi, N-ə fərqi. Bu heç bu getdi işinə. N-ə fərqi olacaq bu. Burada mən düzgün variant görmürəm. Buna bir dənə kocaman sual işarəsi qoyuram. Siz də fikirlərinizi yazarsınız. Məncə bu sual səhvdir. Sualın cavabı yoxdur yəni burada. Bu sualın cavabı burada yoxdur. Yaxşı. Aydındır. Yox, əgər məsələn belə fikirləşsəydilər, ki, burada bax, neçə dənə çoxluq əslində 1, 2, 3, qırmızı, bir də 4. 4 dənə, 3 dənə hərf verib ona. Əgər bunun biri artıqdır, onda şəkil səhv çəkilib. Əgər bu artıqdırsa, M bu olsaydı, bax o M bu olsaydı, ki mən bunu götürürəm, çünki burada elə verib da. M budursa, onda buna belə bir şey yazmaq olar. M kəsişmə N, M kəsişmə N. Verəcək mənə M ilə N-in kəsişməsi bunu. Həmin onun K-ya fərqi. Bəli, onda bu hissəni verər. Amma yenə də deyirəm, onda bunu niyə verib? Bu göylə çəkdiyimi. Elə çəkib də. Nəsə, bunda fərqli sual deyil bu. Çox da özünüzü yormayın. Keçək 15-ə. 15-ci sualda deyir ki, kök altda 27, üstə gələk kök altda 48, üstə gələk kök altda 75, çıxılsın kök altda 108. Tam hissəsini tap. Gəl birinci sadələşdirək. Bu 3 kökdə 3-dür. Bu 4 kökdə 3-dür. Bu 5 kökdə 3-dür. Bu da 6 kökdə 3-dür. 3, 4. Nə eləyir? 7. Üstünə də 5 gələndə 12. 12-dən də 6 çıxanda 6 kökdə 3. 6-ın təzədən kökün altına salanda 108. Bu da eləyir 10 tam neçəsə. Tam hissəsi olur 10. Bizdən də tam hissəsini soruşurdu. Cavab olur B variantı. 15-ci sualımız. Növbəti sualımız 16-cı sual. Deməli, deyir ki, uşaqlar, A-nın hansı qiymətində 4A üstə gələk 12 bölünsün A minus 3. Kəsirinin mənası yoxdur. Bərabərə nə ehtiyac var ki? Məxrəc 0 olanda, A bərabərdir 3 olanda mənasız bir şey çıxır ortalığa. Çünki 0-a bölmə alınır. 17-ci sualımız. X-in, deməli, A üçbucağın perimetrini ala biləcəyi ən böyük qiymət. Uşaqlar, perimetri tapanda 12 plus 17 plus X tapılmalıdır. Yəni 29 plus X. İndi perimetrin ən böyük qiymətini istəyirsə X ən böyük olmalıdır. Amma X hansı aradan qiymət ala bilər? 12 ilə 17-nin fərqinin modulundan böyük. Cəminin isə nə olmalıdır? Kiçik olmalıdır. Yəni X kiçik olmalıdır 29-dan, böyük olmalıdır 5-dən. Deməli, ən böyük tam ədəd 28 demək olar buna. Buradan da 29 plus 28 olur 57. Belə. Cavabımız olur 57. 18-ci sualımız. Deməli, 18-ci sualda nə deyir? Belə bir xət verib. Mən bunu belə çəksəm, mən bunu düsturla falan da eləyə bilərik. Bunu belə çəksəm, burada 140 olacaq. Onda 140-ın qonşusu nə olacaq? 40. Onda bu ikisinin cəmsi 120-yə bərabər olmalıdır. Yəni 40 plus x bərabərdir 120. Buradan x deməli 80 dərəcədir. 19. Deməli uşaqlar, 4 bölünsün 4 üstü mənfi 1, bu 4 vuraq 4 deməkdir. Bu da 3 vuraq 3 deməkdir. Çünki yuxarı qalxır, üstü müsbətləşir. Bölünsün 2 onda 5. 2 onda 5. Bu da vurulsun
0,6. Düzdürmü? 4 4-ün 16, 3 üçün 9, 25. 25 bölünsün 2,5. O da vurulsun 0,6. 250-ni 25'e böləndə olur 10. 10 vuraq 0,6. Cavab olur 6. Cavab olur 6. 19-cu sualımız. 20-ci sual. 20-ci sualda deyir ki, A plus 1 bölək 2A bərabərdir 4 olarsa, A kvadratı plus 1 bölək 4A kvadratı ifadəsinin qiymətini tapın. Uşaqlar, hər iki tərəfi kvadrata yüksəldirəm. Oradan A kvadratı plus 2 vurulsun, A vurulsun 1 bölək 2A müxtəsər olma üstürü. Üstə gəlsin 1 bölək 2A-nın kvadratı bərabərdir 16. A kvadratı buradan 2A-lar gedir. Plus 1 plus 1 bölək 4A kvadrat bərabərdir 16. Buradan A kvadratı plus 1 bölək 4A kvadrat bərabərdir 15'ə. Cavab olur 15. 21-ci sual. A mənfi 7-dir. 8 çıxılsın 2A üstə gələk 6. Qiymətini tapın. 8 çıxılsın 2 vuraq mənfi 7 üstə gələk 6. 8 çıxılsın. Mənfi 14-ün üstü 6 gələndə neçə eləyir uşaqlar? Mənfi 8. Bu da eləyir 8, bu da eləyir 0. Cavab olur 0. 22. 4 plus 0 nöqtə dövrdə 4 x bölünsün 4x plus minus 1 bərabərdir 8-də 3. X-i tapın, tənlidir. Bunu adi kəsrə çevirəndə 4 plus 9-da 4x 3'dür uşaqlar. Bölünsün 4x minus 1 bərabərdir 8-də 3'ə. Bunu çarpaz vuranda 12x minus 3 bərabərdir 32 plus 9'da 32x. Buradan 12x minus 9'da 32x bərabərdir 35'ə. Aydındır. Hamısını 9'a vursam 108x minus 32x bərabərdir 9 vuraq 35. 108-dən 32 çıxanda nə qalır uşaqlar? 76. Düzdürmü? Bir də baxaq, nəsə xoşa gələn bir şey olmadı axı. Deməli 4 plus 0 tam dövrdə 4x bölünsün 4x minus 1. 4 plus 9'da 4x. Elə deyir də hər halda. Yəqin ki, vuraqla verib bunu. Yoxsa nə fikirləşib bu? Çox maraqlıdır. Heç nə, elə belə də davam eləyək onda bizdə. 9'u 35'ə vuranda nə eləyir uşaqlar? 9 5'ün 45, 9 üçün 27, 31. X bərabərdir 76'da 315. Tamını ayıraq. 315'i bölürəm 76'ya. 4 dəfə 4 6'nın 24. 4 7'nin 28. 30. Çıxanda da qalır 11. X bərabər olur 4 tam 76'da 11. Çox gizbəsər bir rəqəm alındı. Nəsə. Ədəd. Belə. 23. Şəklə əsasən MN və BC arasındakı məsafəni tapın. MN və BC arasındakı məsafəni tapın. Uşaqlar, mən baxıram ki, MN orta xəttdir. Çünki yarı bölüb hamısını. Düzdür. Onda mən düzbucaqlı üstbucaqlı düzbucaq təpəsindən bir dənə hündürlük çəkirəm. Hündürlük çəkəndən sonra hündürlüyü vuranda hipotenuza bərabər olmalıdır katetlərin hasilinə. 16 ilə 12'nin hasilinə. Buradan h bərabər olacaq. Nəyə? İstəyirsən gəl ixtisarlayaq birinci 4'ə. H vurulsun 5. Bərabər burada 4 qalmışdı. 48.
H bərabərdir 48 bölünsün 5. H bərabərdir 9 tam 10'da 6. Eləmir. 45, o 9 10'da 6. İndi axı bu hündürlükdə yarı bölünməlidir. Bununla da bu bir-birinə bərabərdir. Məsafə dediyinə görə mənə indi bu hissəsi lazımdır. Onda 9 10'da 6'ını da bölürəm 2'yə. Bu da olur 4 tam 10'da 8. 24 x kvadratı üstə gələk 2xy üstə gələk y kvadratı çıxaq z kvadratı bərabərdir 23. X, y natural ədəddir. Deməli bizdən 2x plus y plus 3z cəmini tapın deyir. Uşaqlar buradan bunu x plus y-in kvadratı minus z kvadrat bərabərdir 23 kimi yaza bilərəm. Bu da x plus y minus z x plus y plus z bərabərdir 23 olur. Natural olduğuna görə deməli bu 1, bu 23 olar. Onda x plus y minus z bərabərdir 1'ə. X plus y plus z bərabərdir 23'ə. Tərəf-tərəfə toplasam 2x plus 2y bərabərdir 24'ə. Deməli 2 vurulsun x plus y 24'dür. Yəni x plus y 12'dir. İndi x plus y 12'dirsə burada yerinə qoysam 12 plus z bərabərdir 23. Deməli z 23 çıxılsın 12'dir, z 11'dir. Bizə də deyir ki 2x plus y plus 3z tap. 2 vurulsun 12 plus 3 vurulsun 11. 24 plus 33 bu da olur 57. 25 həndəsi ortası 4 olan 3 natural ədəd verilib. Bu 3 ədədin hasili hansı ədədin kvadratıdır? Baxın, həndəsi ortası 4 olan 3 ədəd. A-dır, B-dir, C-dir. Bunların həndəsi ortası bu şəkildə tapılır. Bərabərdir 4'dür. Onda A vurulsun, B vurulsun, C bərabərdir 64 olur. Kuba yüksəltdim. Bu 3 ədədin hasili hansı ədədin kvadratıdır? Bu hansı ədədin kvadratıdır? 8'in. Deməli, söhbət 8'dən gedir. Belə, əziz dokuzlar, bu da sizə növbəti mövzu sınağının 10-cu sınağın izahı idi. Kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartmayın. Növbəti izahlarda görüşərik. Sağ olun.